Salam, bu il 2025 sertifikasiya imtahanına düşən suallardan birini izahatını vermək istəyirəm. Deməli, 70 qram mis oksid hidrogenlə reduksiyasından alınan bərk qarışığın tərkibində oksigenin kütlə payı 12,5 olarsa, qarışıqda mis oksidin kütləsini tapaq. Deməli, mis oksid üzərinə hidrogen gəlirik, mis alınır və su alınır. Əmsallaşmaqda ehtiyac yoxdur. Yəni hamısı doğrudur. Birin birə nisbəti hamısı. Deməli 70 qram mis oksid, gəlin 70-i mis oksidin emiri 80-da, 80-da bölək. Tapaq ki, bu neçə moldur? Molla getsə daha rahat olacaq. 0-dan indi 875 mol eləyəcək. Deməli, ilk dəfə bizim mis oksidimiz 0-dan 875 mol mis oksid var idi. Və nə qədər sərf? Tutaq ki, x mol sərf olundu. Bu zaman x molda mis alındı. Və sonda 0-dan 1875 mis oksid var idi. X mol sərf olundu. Yəni x çıxılsın 0-dan 1875. Deməli 0-dan 875 mis oksid var idi. X qədər sərf olundu. Deməli x onun sərf olunan moludur. Deməli bu qədər mis oksid sonda artıq qalır. Və yeni x mol mis əmələ gəlir. Və qeyd edir ki, burada olan oksigenin kütlə payı 12,5'dir. Burada oksigen mis oksidin tərkibindədir. Molu da bu qədərdir. Bu molu 16'ya vursaq, oksigenin kütləsini taparıq. Yəni, bu moldur da bizə molu göstərir. 0'dan 1875 çıx x mol. Oksigenə burada bir dənədir. 16'ya vuraq tapaq. Yəni, burada 0'dan 1875 16'ya verən 14 eləyir. Çıx, x-i də 16'ya vuran çıx 16x. Deməli, bu oldu oksigenin kütləsi. Bu neçə faizdir bizdə? 12,5. Bütün ümumi maddə də əlbəttə ki 100% olacaq. Bunların kütləsini tapaq. 0,875'i vursaq 80'da eləyir. Burada 70 eləyir də. Ondan da çıxırıq. Yəni, bunun kütləsi nə qədərdir? Gəlin baxaq. 0,875 80'da vuranda 70 çıx. X-i də vuranda 80x. Bu, bunun kütləsidir. Bunun kütləsi isə 64x. Yəni, bunun cəmi 100%'dir. Toplayanda bu da eləyir 70 çıx 80x üstə gəlir 64x edir. 70 çıx 16x da bizə 100%'dir. Bir də təkrar eləyirəm. Deməli, biz mol olaraq tapırıq mollarını və oradan x çıxanda mis oksidin moludur. X molda mis əmələ gəlir. Oksigenin kütlə payı 12,5'dir. Baxaq, oksigen burada mis oksidin tərkibində də molu da verilib. Bu molu vuruq 16'ya, tapırıq ki, oksigenin qramı, baxın, bu qədərdir. Ümumi kütləni necə tapırıq? Buradakı qramla, aşağıdakı misdəki qramı toplayırıq. Bu 100%. Burada bundan 100 ilə 12,5% ixtisar gedir. Burada düşür B, 8 daha doğrusu. Sonra çarpaz vururuq. 70'i vuranda 8'ə. Sonra 16'ını da vururuq 8'ə. Eləyir. Bir dəqiqə burada hesablayaq indi. Burada 8 aşağı yazmalıyıq. Çünki 12,5'e bölünə bura 1 düşür. Burada 8 çıxır. Üzrə hesab edin. 14'ü vuranda 8'ə 112. Çıxıram 16'ını vuram 8'ə 128. X bərabərdir. 1'i də vuranda elə 70 çıx 16x qalır. Və burada hesablayırıq. Deməli, hesablayırıq ki 112 keçəndə bura 42 bərabərdir. 112x. X-ə bərabərdir 0,375. Deməli, biz axı x-i nə işarə etmişdik? Mis oksidin sərf olunan molunu. Deməli, x, mis oksid 0,375 sərf olunub. Bunu da vuruq 1080 qram olaraq bizə, çünki sonuçta mis oksidin sondakı qramı qalır da. Görək nə qədər 70 idi də ilk dəfə. Baxın, yazılıb 70 idi. Deməli, gəlin bir də daha ətraflı yazaq. Deməli, mis oksid əvvəlcə 70 qram idi. X mol mis oksid, yəni 0,375 mis oksid sərf olundu. Buna vuran 80'da bu da eləyir 30 qram. Bu zaman bizdə sonda 40 qram da artıq qalacaq. Cavab olacaq 40.